Əziz həmvətənlər, hörmətli Azərbaycan xalqı, müsəlman dünyası, mənim üçün bugün çox sevincli, qiymətli bir gündür. Əsas odur ki, Allah Cəllə Cəlaluhu nəsib etdi. Mən bu müqəddəs torpaqda yenidən ziyarət etdim Məkkəni, Mədinəni. Bildiyiniz kimi, ayın 6-sında Məscid-ül Hərəmdə, Mədinədə Peyğəmbər sallallahu aleyhi və sallamın məzarı üstündə namaz qılmışdım, ibadət eləmişdim Azərbaycan xalqı üçün. 9 dekabrda Kəbəni təvaf eləmişdim və yenə Kəbənin ətrafında, Sərva ilə Mərvanın ətrafında təvaf edərsən, bütün dualarım bütövlükdə Azərbaycan xalqına, məni tanıyan insanlara, yaxın dostlarıma və ailə üzvlərimə ki, mən Allah Cəllaluhudan birinci növbədə insan üçün vacib olan sağlam can, ağıl, əxlaq, mənəviyyat, elm, irfan və vicdan arzu edirəm. İnsanın mənəviyyatı, əxlaqı, elmi, sağlamlığı və təfəkkürü yerində olanda ondan böyük uğurlar gözləmək olar. Həmin insan artıq nəinki öz elinin, obasının, cəmi ölkəsinin və onun da hüdudlarını aşaraq cəmi bəşəriyyətə məxsus olduğunu, bütün yaşam tərzi, həyat fəaliyyəti zamanı ortalığa qoymaq intellektinə və bacarığına malikdir. Mən də çalışıram ki, elə bir şərəfli, mənalı, məzmunlu bir ömür yaşayım ki, dünyadan köçəndə belə bir deyim var. İnsanlar var ki, köçəndə dünyadan öz evi üçün köçür, bəzi insanlar eli üçün köçür, yəni tayfası üçün, qəbiləsi üçün, digər insanlar dünyadan köçəndə ölkəsi üçün köçür. Elə insanlar da var ki, onlar gedəndə artıq tüm bəşəriyyətin işçisidir. Və bu yolda inamla, iradə ilə, ağılla, məntiqlə irəliyə doğru baxır və yürüyürəm. İnşallah ki, Allah Cəllaluhu'nun dəstəyi və köməyi ilə mən bu arzuma da çataram. Əsas ali məqsədim Azərbaycan xalqını daim intellektli, elmli, irfanlı, ibadətli və təqvalı görməkdir. Şükürlər olsun Allah Cəllaluhu'nun böyüklüyünə ki, 30 ildən sonra torpaqlarımız işğal altından azad olundu. Bunun üçün mən fürsətdən istifadə edib bu müqəddəs ocaqda Məscid-ül Hərəmin qabağında Kəbə yanında Məkkə şəhərində 10 dekabr 2023-cü il tarixdə bütün Azərbaycan ordusuna, Azərbaycan şəhid ailələrinə, qazi ailələrinə, o cümlədən Ali Baş Komandana təşəkkür edirəm ki, mobil